Salamünaleyküm video izleyenler. Durujbalarda benzin şlankından benzin axımını nətər yoxlayırlar, o haqda məlumat verəcəm. Onu yoxlamanın asan yöntəmi, bu şlankları karburyatora bu formada taxırsınız yerinə. Bu 5800 karburyatorudur. Görürsünüz, bu şlankı keçmişəm, bir də bu şlankı keçirirsiniz yerinə. Hava şlankına ehtiyac yoxdur, o motorun üstündə olur. Sonra benzin soskasını buradan benzini kaçatlayırsınız bu formada. Görürsünüz, burada benzin axmağı bilinmir. Onun axması üçün belə şlankı tutursunuz bu formada, belə əl uzan saxlayırsınız şlankı. Görürsünüz, şlankın deşik yeri var. Bu niyə belə bıraxmır deyəcəm. Bu formada qalanda niyə bıraxmır? Çünki şlank bu formada belə qatdaq qalır. Ona görə benzin axmağını bilmirsiniz. Amma şlank belə bu tərəfdə olanda görsün nətər benzin axdır. Yəni buradan az da olsa benzin axır. Yəni elə adam da var, elə bilir ki, durujba benzini çox içir. Məsəl üçün belə böyür üstə saxlayanda da axa bilər. Yəni az da olsa oradan benzin çıxır. Düzdür, motopilanı işlədəndə şlank belə dayanmır. Amma bu şlankı düzəltmək lazımdır. Çünki bakda vakuum olmalıdır. İçərisində vakuum yaranmalıdır ki, benzin bura rahat geçsin karburyatora. Buradan soskanı vuranda. Bu problemi də göstərdim. Yəni bu formada yoxlayın. Mən də inşallah bu şlankı dəyişəcəyik. Video izləyənlər sağ olun.